deməli, yaxın oturun. Gözəl bir xəbərim varsa, odur ki, Naxçıvanski üçün, belə deyək, 9-cu siniflər üçün nəticələr çıxıb, açıqlanıb. Amma məlum məsələdir ki, hərbi məktəblərin, yəni öncədən bal haqqında bir məlumat verə bilmir. Çox yazırlar mənə, çox soruşurlar. Və təbii ki, buradan ümumi olaraq demək istəyirəm ki, ballar hərbi məktəblər üçün məlum deyil. Yəni, çox yığmısansa, 100 baldan çox yığmısansa, nə xoş sənə. Bizə də xoş, Azərbaycan ordusuna hərbi qulluqçu lazımdır. Və mən bu barədə də çox danışmışam ki, sənədlərinizi verin, gəlin hərbi məktəbdə oxuyun, olun hərbiçi. Bu vətənin hər zaman sizə ehtiyacı var. Özünüzə yaxşı baxın, özünüzü qoruyun. Uğur olsun inşallah ki, hər kəs sənəd verənlərin hər biri təbii ki, bilikli, bacarıqlı şagirdlər qəbul olacaqlar.